Xoş gəlmisiniz. Bugün sizlərlə Atabəylər dövlətinin izahına və topludan test tapşırıqlarına baxacağıq. Deməli, Atabəy sözünün izahına baxaq. Səlcuq şahzadələrinin, məliklərin tərbiyəçisi. Yəni, nə deməkdir bu? Bundan bu anlayışa gəlmək olar ki, Azərbaycanı Atabəylərdən əvvəl Səlcuqlar idarə edirdi və Səlcuqlar təbii ki də özləri baxmayacaqdılar uşaqlarına, tərbiyə eləməyəcəkdilər. Çünki onlar döyüşlə məşğul olurdular, onların xüsusi tərbiyəçiləri olurdu. Məsələn, balaca bir uşaq gəlib deyə bilməzdi ki, mən hökmdaram, mənim istədiklərim olacaq. Yəni, bu mənada başa düşə bilərsiniz. Qulam isə adından da göründüyü kimi qul, kölə, idarəçilikdə, baxın, idarəçilikdə istifadə olunan hərbi xidmətçi. 1136-cı ildə dövlət yaradır. Kim? Şəmsəddin Eldəniz. Nə səbəb olur ona? İraq Səlcuq sultanı Arranı İqta kimi verir ona. Niyə? Bax, İqta nədir? Hərbi torpaqdır. Deməli ki, Şəmsəddin Eldəniz Sultan Məsuda hərbi xidmət göstərir və bu hərbi xidmətin müqabilində Eldənizə verir haranı? Arranı. Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin əsası qoyulur. Nə vaxt? 1136-cı ildə. Zaten burada da qeyd edilib 1136 və 1225-ci illərdə mövcud olub dövlətimiz. İlk paytaxtı hara idi? Naxçıvan idi. Yəni bunu da bir deyərik ki, Azərbaycanın cənubunda yox, şimalında yaranıb. Axı biz demişdik ki, Araz çayına görə bölürük onu. İlk paytaxtı Naxçıvan idi və 1160-cı ildə deməli Sultan II. Toğrulun oğlu Arslan Şahı İraq Səlcuq sultanı elan etdi. Yəni, Eldəniz özünə Böyük Atabəy titulunu qəbul elədi və Səlcuq sultanlığını faktiki idarə etməyə başladı. Yəni, nədir? 1160-cı ildə Eldəniz testlərə tez-tez düşür. Xronoloji ardıcılıqda da verilir ki, Böyük Atabəy titulunu nə vaxt qəbul edib? 1160-da və bundan sonra İraq Səlcuq sultanlığını tamamilə öz əlində istifadə edir, yəni idarə edir. Deməli, İraq Səlcuq sultanlığı da Eldənizlərin ərazisinə daxil olan ərazilərdən biri idi. Şəmsəddin Eldəniz 1136-1175-də hakimiyyətdə olub, bəs nə işlər görüb? Ərazisi hara idi? Bütün Azərbaycanı birləşdirib. Yəni, Azərbaycanı vahid halda birləşdirən dövlətlər deyəndə biz deyirik Saci, Salari, sonra Atabəylər dövləti və yaxud da Eldənizlər dövləti, Səfəvilər dövlətində deyəcəyik. Səfəvilər. Bu dövlətlər Azərbaycanı vahid halda birləşdirən dövlətlərdən bəzilərdir. Sonraki ərazilər də burada özü verib, o qədər də vacib deyil. Qəzvin, Fars, Ərdəbil, Rey, Mosul, Diyarbəkirdə tabe edir və sərhədlər Dərbənddən Fars körfəzinə qədər uzanırdı. Yəni, çox böyük ərazini əhatə eləyirdi. Təbii ki də Azərbaycan vahid halda birləşdiribsə, deməli Şirvanşahları da asılı hala salıb. Çünki Şirvanşahların siyasəti güclü idi, ona görə də ən uzun ömürlü dövlət kimi qalıb. Adətən hansı dövlət ki deyirik Şirvanşahları birləşdirib, onda da qeyd edirik ki, Azərbaycanı vahid halda birləşdirmişdi. Və bu Şirvanşahları birləşdirdikdən sonra Azərbaycan şimal-şərqindədir, şimalında isə Gürcülər var, şimal-qərbində. Gürcülər də tez-tez hücumlar edirdilər və Gürcülərlə də savaşmışdılar. Baxın, burada da qeyd edir. 1139-cu ildə Gəncə qala qapılarını 1-ci Demetri Gəncəyə hücum eləyir, aparır hara? Öz ölkəsinə, yəni ki, Gürcüstana, Gəlat qalasına, Gəlat monastırına daha doğrusu burada da qeyd edilib. 1161-ci ildə isə Gürcü Çar 3-cü Görcü Ani şəhərini tutur. Biz deyirik Ani, Dəbil. Bu şəhərlərdə Azərbaycan şəhərləri idi. 1163-cü ildə artıq Naxçıvan döyüşü baş verir və burada 3-cü Georgi məğlub olur. Yəni, Gürcülər məğlub olur, Eldənizlər qalib gəlir. Və yaxud da Şəmsəddin Eldəniz 64-də isə Dəbil şəhərinə azad edir. Deməli ki, nə? Bax, dedim, Ani Dəbil. Və bu Dəbil şəhərində deməli ki, Gürcülər özlərinə birləşdirmişdilər və Eldənizlər onu təzədən almışdılar Gürcülərdən. 1175-ci ildə isə Məhəmməd Cahan Pəhləvanın başçılığı ilə Gürcüstana yürüş edilir.
və Gürcülər Ani ilə digər şəhərlərə olan iddialarından əl çəkirlər. Yəni deyirlər ki, artıq bu mənim deyil. Amma burada avqust ayında qeyd edilib, bu hökmdar Şəmsəddin Eldənizin dövrünə aiddir. Yəni həmin dövrdə hökmdar deyildi. Məhəmməd Cahan Pəhləvan atası hökmdar idi. Bunu da xüsusi diqqətinizdə saxlayırsınız. Hökmdar deyildi. Məhəmməd Cahan Pəhləvan. Məhəmməd Cahan Pəhləvan da oğlu idi Şəmsəddin Eldənizin. Sonra Məhəmməd Cahan Pəhləvan paytaxtı da dəyişir. Biz onu deyəcəyik. Hakimiyyətdə olur nə vaxt? 1175-1186-cı illərdə. Və bunun dövrü çiçəklənmə dövrü adlanır. Çünki nə deyir? Xaricdən heç bir təzyiqə məruz qalmamışdı. Mərkəzi hakimiyyətdə gücləndirmişdi. Paytaxtı hara köçürdü? Naxçıvandan Həmədana. Naxçıvandan Həmədan. Testdə tərsinə verərəm. Naxçıvana deyər köçür və ya Həmədandan Naxçıvana. Buna xüsusi diqqət yetirin testdə, çünki çox çaşdırıcı ola bilir bu məqamlar. Deməli, neyinir? Siyasi və inzibati tədbirlər görür. Siyasi tədbirləri biz deyirik, adətən siyasətə aid olur. Siyasətə aid olur, adından da göründüyü kimi. İnzibati də ərazi. İqtisadi isə pul. İqtisadi pul. Belə yadınızda saxlayın, geçsin. İqta torpaqlarını öz tərəflərində olan feodallar arasında bölüşdürdü. Yəni öz tərəfində, yəni buna xidmət eləyənlərə verir iqta torpaqlarını. 50 minlik daimi süvari yaratdı. Buna da fikir verirsiniz və Gürcü hücumlarının da qarşısını aldı. Qızıl Arslan biz deyirik ki, zaten burada da çox böyük hərflərlə qeyd edilib. Sultan titulunu qəbul elədi. Bu arada edilib deyirəm, başqasının PDF-i deyil. Özüm hazırlatmışam Geminiyə. Hər nəysə, Qızıl Arslanın hakimiyyəti 1186-1191-ci illərdə mövcud olub. Hakimiyyəti mövcud olmayıb, hakimiyyətdə olub. Mərkəzi hakimiyyət uğrunda bunun dövründə mübarizə olub. Hətta Şirvanşahlar dövləti deməli tabe edilmişdi Eldənizlər dövlətinə. Daha sonra Qızıl Arslanın hakimiyyəti dövründə üsyanlar baş verir. Saray müxalifətinə qarşı kəskin mübarizə olur. Ona görə Şirvanşahlar bu fürsət deyib asılıqdan çıxırlar və ikinci dəfədə tabe eləyir Eldənizlər dövlətinə Qızıl Arslan. 1190-cı ildə nə baş verir? Həmədan döyüşü baş verir. İraq Səlcuq sultanı 3-cü Toğrulu məğlub eləyir, hətta əsir götürür və mülklərində tərəfdarlarına paylayır. Yəni o ilə döyüşə gedənlər desək bir növ daha doğru olar. 1191-ci ildə isə sultan olur. Yəni Qızıl Arslandan əvvəl biz heç bir Eldəniz hökmdarına sultan deməyəcəyik, sadəcə Qızıl Arslana deyəcəyik. Necə ki Osmanlının ilk sultanı 1-ci Murad deyirsə, burada Eldənizlərin də ilk sultanı məhz Qızıl Arslan deyirik, Şəmsəddin Eldəniz demirik. Xarici siyasəti yenə burada zaten vermiş, dedim bayaq 1-ci Ağstanı yenidən Eldənizlərə birləşdirir və sərhədli Dərbənddən İsfahana dək genişləndirir. Amma baxın, burada sərhədləri deyirik ki, fikir verin, Dərbənddən İsfahana dək genişləndirir. Şəmsəddin Eldənizin dövründə isə Dərbənddən Fars körfəzinə dək idi sərhəd. Bunu da yadınızda saxlayın. İsfahanda zaten Səlcuqların və Səfəvilərin paytaxtlarından biri olub. Yəni şəhərdir, çay deyil və yaxud da dağ deyil. 1191-ci ildə də iqta torpaqlarına məhrum edilmiş İraq Səlcuq əmirləri tərəfindən sui-qəsd nəticəsində öldürülür. Bu cümləni sizin üçün açım. Yəni neyinir? Birincisi yadınızda saxlayırsınız ki, sui-qəsd nəticəsində öldürülür. Yəni öz əcəli ilə ölməyib. Sonra da deyirsiniz ki, yəni niyə öldürülüb? Çünki İraq Səlcuq əmirləri onu öldürüb və niyə öldürüb? İqta torpaqlarını almışdı ondan Qızıl Arslan. Onlar da acığa düşür, öldürürlər Qızıl Arslanı. Yəni bir cümləni oxuyanda belə açırsınız. Yenə deyirəm. Baxın, sui-qəsd nəticəsində öldürüldü. Kim? Qızıl Arslan. Nə səbəb? Kim tərəfindən? İraq Səlcuq əmirləri tərəfindən. Nə səbəbə? İqta torpaqlarını almışdı İraq Səlcuq əmirlərindən ki,
Qızıl Arslan, yəni onlar torpaqsız qalmışdılar. O da yəni intiqam alır, belə deyək. Sui-qəsd nəticəsində Qızıl Arslan həyatına son verərək. Artıq gəlirik tənəzzülünə və süqutuna. 1191-1325 hakimiyyətə gəlir Əbu Bəkir. Əbu Bəkirin dövründə feodal çəkişmələri başlayır. Baxın, feodal çəkişmələri başlayır, dövlət tənəzzülə uğrayır. Tənəzzülə uğramaq deyəndə, yəni zəiflik, o türklərdə uğramaq sözü var, o mənada. Yəni tamamilə bitdi, süqut etdi deyil, ona yaxındır. 1197-də Həmədan döyüşü baş verir və Xarəzmşahları məğlub eləyir. Özbəyi ora təyin eləyir ki, baxsın. 1210-cu ildə isə Gürcü-Erməni hərbi qüvvələri Azərbaycana dağıdıcı yürüş edir. Yəni Gürcülərlə ermənilər biri olur, Azərbaycana gəlirlər. Burada isə Həmədan döyüşü baş verir 1197-ci ildə. Tərəflər kim olur? Xarəzmşahlar və məğlub olur. Bir də Əbu Bəkir, yəni Eldənizlər dövləti. Eldənizlər qalib gəlir, Xarəzmşahlar məğlub olur. Buna görə də 1225-də Xarəzmşahlar varlığına son qoyacaq Eldənizlər dövlətinə. Özbəy də sonuncu hökmdarımızdır bizim. Yəni nə qədər hökmdar demək olarsa da 1210-1225-də mərkəzi hakimiyyət tamamilə zəifləyir və Özbək feodal qruplarının əlində oyuncağa çevirir. Bu cümləni ilə yadınızda saxlasınız, bəs eləyir. 1220-22-də baxın bunun dövrünə düşür. Birinci Monqolların nəyi gəlir? Yürüşü, kəşfiyyat yürüşü. Bu dövrdə qaçır. Yəni şəhəri müdafiə eləmir. İkinci dəfə 1325-də Xarəzmşah Cəlaləddin Təbrizi tutur, Eldənizlərə son qoyur. Biz amma burada demədik ki, hansının dövründə paytaxt Təbriz olub, ona da fikir verir. Deməli ki, Eldənizlərin, yəni uşaqların çoxu çaşır, 3 dənə paytaxt olub. Birinci dedik ki, Naxçıvan olub paytaxtı. Yazıram bura. Birinci Naxçıvan, dövlət yaranandan. İkinci hara oldu? Dedik ki, paytaxtı dəyişdi. Məhəmməd Can Pəhləvan Naxçıvandan Həmədana. Üçüncü nədir oldu? Təbriz oldu. Təbriz ilk dəfə hansı dövlətin paytaxtı olmuş deyəndə deyəcəksiniz ki, Rəvadiləri. Belə. Burada ən çox düşənlər verilib. Baxa görək nəyi deyir sizlərə. Deməli, Şirvanşahları aslı hala salıb. Bunu yaxşı olar ki, siz dəftərinizə yazıb əzbərləyəsiniz. Əslində asan bir şeydir. Sadəcə tez-tez təkrar eləmək lazımdır ki, yadınızdan çıxmasın. Məsələn, deyir ki, Şirvanşahları aslı hala salıb. Kim? Dedi Şəmsəddin Eldəniz, Qızıl Arslan. Ondan əvvəl də dedim ki, vahid halda birləşdirənlər rəngini dəyişim ki, görəsiniz. Sadilərlə Salarilər də elə deyil. Bu Sadilərini də vahid halda birləşdirən Yusif ibn Əbu Sad, Salarilər də vahid halda birləşdirən Mərzban ibn Məhəmməd idi. 50 minlik ordunu yaradan da dedi daimi özdə. Eldənizdən Məhəmməd Cahan Pəhləvan. İqta torpağın paylayanlar Məhəmməd Cahan Pəhləvandan Qızıl Arslan, yəni bunu Şəmsəddin Eldənizə demirik. Yəni bayaq heç izahda da demədim ki, paylamışdı, o paylamamışdı yəni. Sultan titulu alan da dedi ki, Qızıl Arslan 1191-ci ildə və xəlifənin razılığı ilə buna da fikir verin. Çünki həmin dövrdə Abbasilər hakimiyyətdə idi və onların istəyi ilə gerçəkləşib. Bu, yəni öz başına özünü sultan elan edə bilməzdi. Paytaxtı köçürən dedi ki, 1175-ci ildə Eldənizlər Həmədana köçürür. 1192-ci ildə isə Şirvanşahlar Şamaxı zəlzələsindən sonra Bakıya. Bunu oxşar götürəcəyik quberniyalar dövründə. Orada da Şamaxıda zəlzələ baş verir və paytaxt Bakıya köçürülür və Bakı quberniyası yaranır. Xarəzmşahların yürüşü də 1194-də Xarəzmşah təkəş yürüş edir. 1225-ci ildə Xarəzmşah Cəlaləddin və dövləti süqut etdirir. Gürcü hökmdarlar da hücum elədiyi illər 1120, 1124, 39, 61, 1210-cu illərdir. Bunu da yadınızda saxlayırsınız və bir dənə də qeyd yadınızda saxlayırsınız ki, Şəmsəddin Eldəniz, Yusif ibn Əbu Sad və Mərzban ibn Məhəmməd Azərbaycanı vahid halda birləşdiriblər və Şirvanşahları asılı edib Gürcülərə qarşı mübarizə aparıblar. Ümid eləyirəm hər şey aydın oldu. Əlimdən gəldiyi qədər aydın izah eləməyə çalışdım. Yenə nə sualınız olsa rəylərdə qeyd eləyərsiniz.
və testin izahına da baxacağıq təbii ki. Topludan testlərin izahına baxaq. İrsili prinsipinə uyğun olaraq sxemdə adı buraxılmış hökmdarları müəyyən edin. Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan. Bunlardan əvvəl kim gələcək? Təbii ki də Şəmsəddin Eldəniz. Sonra çıxıran variantları. Özbək. Özbəkdən əvvəl də Sultan Toğrulun burada nə işi var? Səlcuq hökmdarı. Doğru cavabımız D variantı. Yenə eyni sualdır. Bunu məncə özünüz yaza bilərsiniz. Zaten buradan o biri ilə eynidir. Öyrənməyiniz üçün verilib. Şəmsəddin Eldənizdən sonra Sultan Səncərin burada işi yoxdur. Məhəmməd Cahan Pəhləvan, Əbu Bəkir ola bilər. Sultan Toğrulun da işi yoxdur. Ağsultanın da burada nə işi var? Cavabımız elə B variantı. Eldənizlər dövlətinin dağılmasına səbəb oldu. Səlcuq qoşunlarının hücumu, dövlətinin parçalanması, Qızıl Arslanın sui-qəsd nəticəsində öldürülməsi, bəli, dağılmasının əsas səbəbi, tənəzzül eləməyin əsas səbəbi kim? Bunların heç birini götürə bilmərik, heç birinin əlaqəsi yoxdur. Yəni, nə səbəb oldu ki, süqut elədi dövlət? Burada onu soruşur əslində bizdə. Monqolların ikinci yürüşündə ümumiyyətən Eldənizlər dövləti yox idi. Xarəzmşah Cəlaləddin Azərbaycana yürüşü 1225-ci ildə. Sonra keçək 4-cü suala. Deyir ki, Eldənizlər dövlətinin zəifləməsinin səbəbləri. Zəifləməsinin səbəbi Teymurilərin basqını ola bilməz. Ara müharibələr və feodal çəkişmələrini götürə bilərikmi? Təbii ki də götürə bilərik. Doğru cavabımız elə olar. D variantı. Xarəzmşahlarla ittifaq bağlamayıblar ki, ittifaqı da pozsunlar. Səlcuq türkləri ilə də həmçinin ittifaq bağlamayıblar ki, pozsunlar. Zəlzələ nəticəsində minlərlə insanın ölümü də çox, nə bilim, belə cavab olsun deyə yazıblar uşaqlar ora. 12-ci əsrdə Naxçıvan şəhəri paytaxt olmuşdu. Çox çətin sual, həddindən artıq. 1136-cı ildə yaranan Xarəzmşah nədir? Eldənizlər ya da Atabəylər dövlətinin paytaxtı olmuşdu uşaqlar. 1136-da yenə yaranan dövlət soruşur, Atabəylər. Yeni sualların əsasını qoymuşdu. Kim olacaq? Şəmsəddin Eldəniz, Şah 1-ci İsmail, onsuz da Şah sözü var. Yenə də Səfəvilərin başlanğıcı Şah İsmail deyil. Qara Yusif də dövləti yaradı. 1-ci Abbas da lap sonradan gəlir. Uzun Həsən də Ağqoyunların əsasını qoymayıb. Dövlət kimi qoyub sadəcə. Suala kimi yox. Azərbaycanın Eldənizlərə aiddir. Təbrizin Ağsunqurilərin əlindən alınması. Bu ola bilər. 13-cü əsrin 30-cu illərdə yox, 1225-də süqut eləyib, səhvdir. Monqolların 3-cü yürüşü zamanı dövlət yox idi Eldənizlərin. 3-cü yürüşü 1256-58-dir. 1256-58-də Eldənizlər dövləti yox idi. Erkən feodalizmdə 5-11-dir. Dövlət 12-ci əsrdə yaranıb, yəni klassik feodalizmə düşür 11-15-ə. 12-15 desək daha doğru olar. Slaviyanların qarətçi yürüşünə də məruz qalmayıb. Xeyr, elə doğru cavabımız A variantıdır. Çünki bu Məhəmməd Cahan Pəhləvana aiddir. Sacilər, Eldənizlər, oxşarlıq, Şirvanşahlar tabe etməsi zaten bayaq dedik. Oxşarlıqdan sizin üçün orada qeyd eləmişdilər. Verilənlərin hər ikisi aiddir. Təbii ki də kim olacaq? Hakimiyyəti dövründə Naxçıvan yaxınlığında Gürcü qüvvələrini məğlub elədi. Şirvanşah 1-ci Axsitanı hakimiyyətə gətirməsi. Bu Şəmsəddin Eldənizə aid uşaqlar. Qazan xan deyil, Əbülhicar Əvvadi nə əlaqə? Özbək heç öz şəhərlərini müdafiə edə bilmirdi. Yenə göstərilənlər aiddir. Bax, görürsünüz, deyir ki, Dərbənddən İran körfəzinə. İran körfəzinin digər adı Fars körfəzidir uşaqlar. Bunda Şəmsəddin Eldənizə demişdi. Cavabımız B variantı. İraq Səlcuq Sultanlığında idarə edirdi. Bəli, bunda bayaq zaten qeyd elədim. Yenidən izaha ehtiyac yoxdur. Eldənizlər nə salarlar? Yenə Şirvanşahları asala salması variantı 10 dəqiqə onu axtarırsınız. Eldənizlər dövlətinə aiddir. Baxaq. Baxın, görürsünüz. Burada düz deyir. Naxçıvandan Həmədana köçürülməsi.
Həmədandan Naxçıvana demir, Naxçıvandan Həmədan deyir, düz deyir. Slaviyalılar yürüş eləməyib. Gəncə ətrafına Hasar xəndəyi Şəddadilərə aiddir. Şəddadi. Muğan hakimlərdən nə əlaqə? Ani əmirliyini ləğv eləməyib. Vergi sistemini nizama salınan qanunnamə yox idi. Bunu salarilərə demək olar. Şirvanşahlar Eldənizlərin yenə oxşarlığı. Monqol yürüşlərinə məruz qalması. Bəli, bunu düz götürərik. Çünki 1220-22 hər iki dövlət mövcudluğu dövrünə düşür və hər iki dövlətə hücum eləyiblər. Səlcuq yürüşlərinin nəticəsində süqut eləməyib heç biri. Burada Şirvanşahlar, Səfəvilər, Eldənizləri, Xarəzmşahlar uzun müddət mərkəzləşmiş dövlətin tərkibində birləşdirməyiblər. Bu da səhvdir. Əgər uzun müddət birləşdirmiş olsaydılar, mərkəzləşmiş, niyə ikisi də var idi, eyni bir dövrdə. Hülakülər dövlətindən də asılı olmayıblar. Ümumiyyətlə, Hülakülər dövləti 58-də yaranıb, onda Eldənizlər dövləti yox idi. Soyurqar torpağı da Ağqoyunlu ilə Qaraqoyunlu dövlətlərinə aiddir. Yenə Şirvanşahla Eldənizin oxşarlığını istəyir. Şirvanşahla Eldənizin nə oxşarlığı ola bilər uşaqlar? O oxşarlığı ola bilər ki, Xarəzmşah Cəlaləddinin hücumuna məruz qalmaları. Teymurlərlə mübarizə aparmayıblar, çünki Avropa dövləti ilə də əlaqələr qurulmayıb. Səlcuq yürüşü nəticəsində də süqut eləməyib, Qızıl Orda dövlətindən də asılı olmayıblar. Doğru cavabımız E variantı, hətta süqut elətdirmişdi Eldənizlər dövlətini. Özbəyi ilə 3-cü Fərbürzün hakimiyyətinin oxşarlığı. Deyə bilərik ki, burada Teymurləri yox, idarə etdikləri dövlətin süquta uğradılması. Bunu biz götürə bilərik Atabəy Özbəyə. Çünki 1225-də Xarəzmşah Cəlaləddin gəlmişdi. Varlığına son qoymuşdu. Sadəcə burada Cəlaləddin yürüşünə məruz qalmasını oxşar götürəcək. Axı süqut elətdirən Səfəvi idi Şirvanşahları. Yenə eyni şey soruşur. Burada da yenə Xarəzmşah Cəlaləddin müqavilə imzalaması deyir hətta. Burada onu götürə bilmərik. Müqavilə imzalamayıblar. Çünki Xarəzmşah Cəlaləddin görən kimi onu tez götürməyib. Çünki müqavilə imzalamayıblar. Bu sizi də çaşdırmasın. Mən tələsi izah edirəm deyənə sonradan fikir verdim. Amma mütləq sona qədər oxuyun uşaqlar. Teymurun işi yoxdur. Müqavilə də imzalamayıb. Son sülalənin nümayəndəsi də deyildi. Çünki bu Şirvanşahlarda Dərbəndilər sülaləsi var hələ. Hülakülərdən də asılı qəbul eləməyiblər. Doğru cavabımız qalır. Bəli, hər ikisində Xarəzmşah Cəlaləddindir və o da yad eli sayılırdı. Mərzban İbn Məhəmmədlə bu da Şirvanşahların birləşdirilməsi. Hə, düzdür. Az sona qədər düz yazır. Paytaxtı köçürtməyib Atabəy Eldəniz. Slaviyanlar da yürüş eləməyib onun dövründə. Eyni əsr hara bu 9-da, daha doğrusu 10-cu əsrdə yaranıb, yaşayıb. Şəmsəddin Eldəniz isə 12-ci əsrdə. Səlcuqlardan asılı da qəbul eləməyiblər. Eldəniz hökmdarı Əbubəkirə aid deyil. Dövlətin tənəzzülünün başlaması, Özbəyin Hədana hakim təyin edilməsi, Xarəzmşahın qoşunları üzərində qələbə qazanması. Biz bayaq bunları zaten dedik. Ölkə daxilində uzun müddətli siyasi sabitliyin yaradılması, feodallar arasında çəkişmələrin çoxalması. Biz bura nəyi götürəcəyik uşaqlar doğru cavab kimi? Təbii ki də B variantını. Yəni, niyə də siyasi sabitlik yaransın? Siyasi sabitlik olsaydı dövlət tənəzzül eləməzdi. Hadisə nəticə əlaqələrinin doğru verildiyini istəyir. Deməli, hadisədə verib ki, Qızıl Arslan gürcülərlə mübarizə apardı. Nəticədə Dəbil şəhəri belə bir şey yoxdur, bu səhvdir. Bizdən düz istəyir. Eldənizlər dövlətinin yaranması, Səlcuq imperiyasının süquta uğraması, xeyir, hələ Səlcuqlar var idi. Hadisə, Şəddadilər dövlətinin tabi edilməsi, Azərbaycan şanlı Şəddadilər yox, Şirvanşahlar olmalıydı. Çünki Şəddadilər 1054-də tabi edib, Şirvanşahları 66-da. 65-də də Rəvadiyə son qoyub.
İraz Səlcuq Sultanı Mahmudun Şirvana yürüşü, Atabəylərin məğlub olması, xeyir. Üçüncü Məlik Şöhrün xarici siyasətdə dəyişiklik etməsi Şirvanşahlar Səlcuqa xərac ödəməyi dayandırdı. Bəli, doğru cavabımız Y variantı olacaq. Eyl Erveni soruşur birdən. Fəzli bin Məhəmməd, Şəmsəddin, Eldənizə aid olanları seçməliyik. Deməli. Baxa görək, Tiflis Müsəlman Əmirliyi ilə dostluq əlaqələrinin mövcud olması. Təbii ki də Fəzli bin Məhəmməd, yəni Şəddadilər dövləti. 1-ə 7A, zaten hamısında A gedib. Monqollara qarşı mübarizə aparması. Monqollara qarşı Şəmsəddin Eldəniz mübarizə aparmayıb. Fəzli bin Məhəmməd də mübarizə aparmayıb. Ona görə biz bunu, daha doğrusu heç biri aparmayıb deyənə, B variantını variantlardan çıxırıq. A getdi, bu qalır. Y də getdi, D də getdi, qaldı 2 dənə cavabımız. Bu variant getdi, heç birinə aid deyil. Gürcülərlə mübarizə aparması, təbii ki də Fəzli bin Məhəmməd Gürcülərlə mübarizə aparmışdı. Şəmsəddin Eldənizdə, ona görə 2-yə gedir C, cavabımız qaldı C. Y. Dəvəlin dövlətə birləşdirməsi. Bəli, bu da oxşar cəhət təşkil edir ikisi üçün. Böyük Atabay titulu Şəmsəddin Eldənizə aiddir. Hansı şəhərlər xüsusiyyət verilməyib? Hansı şəhərlərə aid xüsusiyyət verilməyib? Deməli, baxaq görək. Şəmsəddin Eldəniz Gürcüləri məğlub eləyib, şəhəri geri almışdı. Bu Dəbil şəhəri olacaq. Sultan 1-ci Toğrulun başçılıq etdiyi Səlcuq qoşunları tərəfindən tutulmuşdu. Bu da Sultan 1-ci Toğrulun deyirsə, bir Şəddadilərin paytaxtı Gəncəni götürəcək. Təxmini 2-yə düşür. Bu da Rəvadilərin paytaxtı Təbriz götürə bilərik. Sonra və burada 11-ci əsrdə Şirvanşahların tərkibinə qatılanda yenə Dərbəndi götürə bilərik. Cavabımız qalır D, yalnız 5. 5-ə aid heç bir xüsusiyyət demədik. Eldənizlərin xarici siyasətinə aid uyğunluğunu müəyyən edin. Xarici siyasət deyirsə, biz burada yəni dövlətin daxilində yox, xaricində olanları götürməliyik. Şirvanşahlarla münasibətlər Səlcuqlara qarşı mübarizədə onlarla ittifaq bağladı. Belə bir şey yoxdur. Ona görə çıxıram A variantını, D variantını. Slavyanların hücumu zamanı onlardan hərbi yardım aldı. Belə bir şey də olmayıb. Zamımız qaldı. Bir Qızıl Arslan Şirvanşahların müstəqilinə bəli Şamaxını tutdu. Gürcü Çarlığı ilə münasibətlərdə məşhur Gəncə qapılarını aldı. Bəli, mane ola bilmədilər. Baxın, diqqətli olun. Didiqori döyüşündə Gürcülər məğlub edilsəydi, Tiflis Müsəlman Əmirliyinə niyə son qoyulur? Dəbili ələ keçirtmiş Gürcülər Naxçıvan yaxınında məğlub edildi. Bəli. Bu da doğrudur. Elə cavabımız B variantı. Xəritədə ulduzla verilmiş ərazinin 12-ci əsrinə aid xüsusiyyətləri müəyyən edin. Biz də eləyək də 12-ci əsr deyirsə, biz burada təbii ki nə götürəcək? Paytaxt şəhəri olmasını. Çünki həmin ərazi Naxçıvan ərazisidir. Hansı ki Məhəmməd Cahanın dövründə dəyişdirilmişdi, paytaxt edilmişdi Həmədan. 1136 Axsunqorilərin hakimiyyətində Təbriz idi. Səlcuqlar da bura gəlməyib. Xarəzmşah Cəlaləddin də yoxdur. Monqolların hücum nəticəsində dağılması da yoxdur. Sonra ikisinin oxşarlığını istəyir. Biz burada nəyi götürəcəyik? Oxşarlıq kimi burada Xarəzmşah Cəlaləddinin yürüş eləməyini götürə bilərik. Görə verib elə bir cavab. Yox, onu verməyib. Amma paytaxt şəhəri olmasını verib götürə bilərik. Bəli, bura Şirvanşahları. Bura isə Eldənizləri. Eldənizlər. Sonra verilən şəhərlərin oxşar cəhəti. Bu da yenə eyni sual. Burada isə bizim doğru cavabımız elə A variantı, yəni Gürcülərin hücumuna məruz qalması olacaq. Şəddadi, Şirvanşah, Rəvadi bizdən D-ni istəyir. D-də Şəddadi ilə Rəvadiyə aid olur. Şirvanşaha aid olmayandır. Səlcuqların hücumuna hər üçü məruz qalıb. Ona görə bir olanı çıxacam. Yəni o Y-yə yazılmalıydı. Səlcuq Sultanı 1-ci Toğruldan aşağı qəbul etmələri. Elə biri bu olacaq. Çünki 1066-da tabe eləyib Şirvanşahları. Onda isə hökmdar Toğrul deyildi.
Sultan da nə vaxt olur? 1040-cı ilin Dəndənəkandan sonra. İçini götürdük. Gürcülərlə mübarizə aparması hər üçü aparıb, zaten verməyib variantda. Dərbənd səddini təmir etməsi Şirvanşahların ərazisidir, hardasa o da təmir etdirib. Və bəli, Səlcuqlar tərəfindən süquta uğraması, bəli, düzdür. Çünki Şirvanşahlar dedik ki, Səfəvilər tərəfindən süquta uğradılıb. Səfəvilər. Amma Rəvvadi də Şəddadi Səlcuqlar tərəfindən, doğru cavab B. Şəmsəddin Eldənizdən fərqi olaraq. Məhəmməd Cahan Pəhləvan dövlətin paytaxtını dəyişib, düzdür, Həmədan eləyib, amma şey eləməmişdi. Nədir onun adı? Eldəniz belə bir şey eləməmişdi. Ona görə 1-ə A olmayanları atacaq. Qaldı 2 dənə cavabım. Zaten Təbrizi Afsunqurilərdən aldı. Bəli, bu da verilib. Gürcüstana yürüyüşü eləmişdi o da. Oxşar cəhətdir. Sonra Qızıl Arslan Şirvanşahlara hərbi yardım göndərdi. Sultan titulunu qəbul etdi. Bəli, mərkəzi hakimiyyət tabi olmayan əmirlərin müqavimətini qırdı. Mərkəzi hakimiyyətə tabi olmayan əmirlər deyəndə, yəni ki, onu özünə birləşdirmiş deyil. Bu da səhv cavabdır. Deməli, hökmdarlar tapmalıyıq burada uşaqlar. Aynen Yenin aid olduğu hökmdar idarə etdiyi dövlətin paytaxtını dəyişib, bir də ki, Təbrizi Afsunqurilərdən alıb ki, Məhəmməd Cahan Pəhləvan. Məhəmməd Cahan Pəhləvan da harda var? 4-də var. Deməli, 1-ə 4 yazılmalıdır. 1-ə 4 yazanda 2 dənə cavabımız var. Baxaq, oxşarlığa nə verib? Gürcüstana yürüş eləyib və mərkəzi hakimiyyətə tabi olmayanları özünə birləşdi. Bu Ağcitanı oxşar götürə bilməli. Cavabımız B qalır. Baxaq. C-ni də verib ki, Şirvanşahlar tabi etdi. Bəli, Şəmsəddin Eldəniz həm onu Ağcitana götürsəydi, Şirvanşahlar hökmdarın ətə Şirvanşahlar tabi eləsin. Belə diqqətli olmaq lazımdır. Burada cavabımız oldu B variantı. Eldənizlərin deməli, ümumi cəhəti müəyyən edin sadicilərlə. Şirvanşahları birləşdirməsi, bəli, götürmək olar. Bunu düz kimi götürək. Deməli, çıxaq buradan variantlardan. Çıxdıq. Vahid dövlətdə birləşdirməsini, bəli, götürmək olar. Aynen B, cavabımız da qaldı D. Baxa görə 2-yə nə verib? Gürcüləri məğlub eləməsi, bəli. Slavyanlar yox idi Atabəydə. Monqollar, bəli, düzdür. Xilafət qoşunu məğlub eləyən təkcə sadicilər idi. Sonra nə deyir? C-ni müəyyən edin. Yəni, Eldənizə aid olan bir şey tapmalıyıq. Eldənizə aid olan bir şey deyiriksə, təbii ki də, amma Mərzban İbn Məhəmmədə aid olmamalıdır o. Təkcə Şəmsəddin Eldənizə aid olmalıdır. O da təbii ki, nə olar? Naxçıvan döyüşünü götürərik. Elə Y variantı. Şirvanşahlar dövlətinin silahsız salıb, Slavyanlar Məhəmməd Cahana aiddir. Dövlətin əsasını qoyması ikisinə də aiddir. Bərdə şəhərdə Mərzbana aiddir. Yadınızda 944-də Slavyanlar yandırmışdı. Sonra testlər əslində azdır, amma biraz diqqət tələb eləyir. Ona görə diqqətinə qulaq asın. B-ni müəyyən eləyin deyir. Şəddadi, Atabəy, Şirvanşah. Atabəy ilə Şəddadinin oxşarlığını Şirvanşahdan fərqi. Bunu nə götürə bilərik biz? Monqolu götürə bilmərik, oxşardır. Xərəzmşah da oxşardır. Dərbənd səddi də oxşardır. Birinci Toğruldan asılığı qəbul eləməsi qətiyyən ola bilməz. Dəbi şəhər uğrunda mübarizə aparması, bəli, doğrudur. Ulduzla işarə edilmiş şəhərə aid xüsusiyyətləri müəyyən edin. Bunu saxlayıram, siz rəylərdə qeyd edərsiniz. Hər dəfə bir sual saxlayacağım ki, siz rəylərdə özünüz qeyd edəsiniz. Bu daha çətin tiplidir zaten. Deyir ki, ulduzla işarələnmiş şəhərdən fərqli olaraq Bərdə, Gəncə, Şamaxı bunlara aid olanları seçməliyik. Seçək. Deməli, Atabəy Eldənizin ilk iqamətgahı idi. İqamətgah deyir, uşaqlar burada düzdür. Deməli, 1-ə A-nı götürdük. 1-ə A-nı götürdük. Slavyanlar tərəfindən dağıdılıb. Bu da düzdür. Deməli, 1-ə oldu A-B. Cavabımız da elə qaldı A variantı. Eləmi uşaqlar? Cavabımız elə qaldı A variantı. Yenə də baxaq.
Sonra Şəddadilərin tərkibində olmuşdu. Xeyr, Şəddadilərin tərkibində. Çünki həmin burada şəhər var ha. Bu haradasa Gəncə, Bərdə bu kimi ərazilərə düşə bilər də. Çünki xəritədə tam verilməyib, amma yenə də Şəddadilərin ərazisinə düşürdü hər ikisi. Baxın, belə bir xəritəni siz təsəvvür edin, mən çəkə bilməyəcəm. Sağ tərəfi Şirvanşahlardır, sol tərəfi Şəddadilər dövlətidir. İndi tam düz çəkə bilmədim, amma yenə də hər ikisi Şəddadilərin tərkibində olmuş olur. Şəddadilərin paytaxtı olmuşdu Gəncə, bəli, doğrudur. Sonra Ağsunqurilər, xeyr, Gürcü qoşununda səhvdir. Şamaxı şəhəri 10-cu əsrin əvvəlində paytaxt şəhəri olub. Bəli, doğrudur, cavabımız elə oldu. A variantı. Nə deyir burada? Oxşar xüsusiyyətləri müəyyən edin. Erkən orta əsrlər dövründə yaranması, dedik, klassik feodalizmdə yaranıb. İşğalçı Gürcü qoşunu, bəli, Tiflis müsəlman əmirliyi deyə bir şey qalmamışdı Atabəylərin dövründə. Çünki Didqoridə, yadınızdadsa, varlığına son qoyulmuşdu. Didqori. Paytaxtlardan birinin Bakı şəhəri olması xeyir götürə bilmərik. Azərbaycan şimal torpağında yaranması, bəli. 2 və 5. Doğru cavabımız oldu. 2 ilə 5. Bu rəngini dəyişək ki, highlighterla üstündən gedəndə bir şey oxşasın. 2, 5. Bu dəyər baxası yazılır. Aha. Şəddadilər Atabəylər dövlətinin xüsusiyyəti yenə oxşarlığını istəyir. Cəlaləddin paytaxtının Naxçıvan şəhəri olmayıb. Gürcü ilə mübarizə aparıb. Şirvanşahları asılı salmayıb. Şəddadi Azərbaycanın şimalında yaranıb. Bəli, cavabımız olar 3, 5. Şəddadilərin Atabəylərin yenə oxşarlığını istəyir. Səlcuqların yürüşləri ərəfəsində mövcud olması, Şirvanşahlarla toqquşması, Monqolların yürüşünə məruz qalması. Şəddadi deyəndə Monqol axılınıza gələ bilər uşaqlar. Yox, gələ bilməz. Amma Şirvanşahı götürmədi. Şirvanşahla toqquşması düzdür. Birlə 3 səhv dedi. Rəvadilərlə dost falan deyir. Rəvadinin heç var idi ki, yox idi axı. 1065-də varlığına son qoyulmuşdu Səlcuq tərəfindən. Amma bizim dövlətimiz, yəni Eldənizdə 1136-da yaranıb. Dəbil də ki, düzdür, daha çürüyü çıxdı. Cavabımız 2-5 oldu deyəsən, görüm 2-ni seçdi bu tərəfdə. 2 və 5. Əvvəllər 2-ci Toğrulun sarayında xidmət eləmişdi. Heç vaxt saray fitnə fəsadlarına uymamış, hökmdarına daim sədaqətli olmuşdu. Sonra sədaqətli olub, əmir rütbəsinə də yüksəlib. 12-ci əsrin 30-cu illərində Arranı iqta kimi. Deməli kimdən gedir söhbət? Şəmsəddin Eldənizdən. Məndən getməyəcək söhbət. Əsaslı qoyulan yeni dövlətin Sadilərlə oxşarlığı. Sadilərlə oxşarlığı deyirsə, Azərbaycan cənubunda yaramayıb. Naxçıvan Azərbaycanın şimalıdır. Şirvanşahları asılı salıb bu ikisi də. Gürcüləri də məğlub eləyib. Bu Sadilərə də son qoyan Salar idi. Cavabımız nə oldu? 2, 3. 2 və 3. 2 və 3. Sonra yenə xəritə verib. Versin də görək nə ayırırıq. 13-cü əsr tarixinə aid olan xüsusiyyətləri müəyyən edin. Yəni seçək. Monqolların birinci yürüşü zamanı ələ keçirilmişdi. Bəli, bir düz. Səlcuqların hücumuna məruz qalmışdı. Xeyr, 13-cü əsr şeyin nə işi var? Səlcuqun. Xarəzmşah Cəlaləddində düzdür. 1-3. Ağsunquri Təbrizdir. Ona görə səhvdir. Eldənizlərin paytaxtı xeyr. Cavabımız 1-3 oldu. Eldənizlərin paytaxtı oldu. Həmədan, Naxçıvan. Həmədan, Naxçıvan. Uyğunluq. Uyğunluğu istəyir bizdə. İraq Səlcuq Sultanlığı Eldəniz tərəfindən idarə edilməyə başladı. Arslan Şahın sultan elan edilməsinə aid olma. Yox, bir şey yoxdur. Arslan Şah özdəyir. Qızıl Arslanoğlu Şəmsəddin Eldənizin nə işi var? Səhvdir bu. Atabəylər dövlətinin yaranması Ağsunqurilər süqut etdi. Xeyr, Ağsunqurilər 1227-də Xarəzmşah Cəlaləddin
Nədir? Məhəmməd Cahan Pəhləvan alır torpaq əlindən, amma 1227-də şey son qoyur burada. Nədir? Xarəzmşah Cəlaləddin. Dövləti Şirvanşah hərbi yardımı Şirvan Gürcüstan birləşmə planının qarşısı alındı. Xarəzmşah təkəşini Atabəylər dövləti süqut etdi. Xeyr, Xarəzmşah təkəş yox, Cəlaləddin olmalı idi. 4 səhvdir. Şirvanşahın müstəqilliyə can atması Qızıl Arslan bəli təzədən tabe edir. Cavabımız da oldu 3-lə 5. Gözünüzə qara qura görünməsin deyə rəngdə vurdum üstünə. 4 dənə testimiz qaldı. Maşallah, hələ var. Üçüncü hər bir üzlə oxşarlığını istəyir Atabəy Özbəyin. Yəni, oxşar bir şeylər seçməliyik biz bura. Seçək. Cəbə Subutayı gördünüz, gedir işin dalıca. Xarəzmşah təkəş heç bir müqavilə zad imzalamayıb. Yad eli, yəni Xarəzmşah Cəlaləddin zaten bayaq dedi. 13-cü əsrin 20-ci illərində hakimiyyətdə olması düzdür. Hə, düzdür. 20-ci əsrin 90-cı illərinə aiddir. Naxçıvandan köçürülməsi. 90-da deyil, daha 75-ci ildə bir getdi. Hökmdar Qızıl Arslan. Qara Arslan. Təbriz şəhərinin monqollara xərac verərək, xeyr, monqollar hələ gəlməmişdi ki, xərac ödəsin. Xarəzmşahlar üzərində qələbə qazanması, bəli, Təbrizdə 1227-dir. Cavab nə oldu? 2 ilə 4 oldu. 2 və 4. Atabəylərin yenə 1120-ləri istəyir bizdən. Yox, 1220-lər diqqətli ola. Təbriz əhalisinin monqollara xərac verərək dağıntıdan xilas olması, 1-ci Axstan xərac ödəyərək Şamaxını dağıntıdan xilas etməsi. Sonra nədir? Deməli, biri düz götürdü. Axstan xərac ödəməyib. Təbriz şəhərinin ciddi müqavimət göstərməsinə baxmayaraq Təbrizli Cəlaləddin tərəfindən bunu da yadınızda saxlayın ki, müqavimət göstərib. Şamaxı da işğal edilməyib. Yəni, daxili müstəqilliyi saxlaması. Xeyr, saxlayıb eləməyib də. Cavab 1 və 3. Özü də 1 ilə 3. Şamaxı şəhəri Eldənizlərin şeyində idi, tabe eləmişdi Şirvanşahları. Ona görə də orada da qeyd edilir Şamaxının adı da. Yəni deməyin ki, Şirvanşahların tərkibində idi axı. Xəritədə verilən şəhərlərin oxşarlığı, yox, uyğunluğu istəyir. 1. Hardasa bura Şamaxı götürək. 3. Deməli, uşaqlar, burada 1-ə gedir D variantı. Şirvanşahların tərəfindən idarə olması hər halda paytaxtda idi. 2-yə gedir A variantı, Naxçıvan. 3-ə də gedir B variantı, yəni 1-ci Demetrinin başçılığı ilə Gürcülərin hücumuna məruz qalması. 1-ə D, 2-ə, 3-ə də B oldu.